Ümummilli lider Heydər Əliyevin anadan olmasından 103-cü il dönümü ilə əlaqədar paytaxt sakinləri, müxtəlif idarə və müəssisələrin kollektivləri Ulu Öndərin məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını ifadə ediblər. Bu vətən üçün, bu millət üçün, bu torpaq üçün əziyyət çəkən, günlərini xərcləyən, bütün enerjisini xərcləyən və Azərbaycanlı olmağı ilə fəxr eləyən Heydər Əliyevi anmaq birbaşa hamımızın borcudur. Hər il yığışırıq, gəlirik, Ulu Öndərimizi ziyarət edirik. Həm anım günündə, həm doğum günündə. Nə qədər Azərbaycan xalqı var, Ulu Öndərimiz yaşayacaqdır. Çox tələbkar idi Ulu Öndərimiz. O, uzaq görənliyi ilə seçilirdi. Ulu Öndərimiz daima bizim qəlbimizdə, qazi, veteranların, şəhid ailələrin qəlbində, xalqımızın qəlbində, sizlərin qəlbində daimi yaşayacaqdır. Bugünkü gün vallahi ben bayram hesab edirəm ki, Ulu Öndərimizin ad günü bizim üçün bayramdır və bayramların bayramıdır. Mən bu gündə hamımıza bu müstəqilliyi, bu Azərbaycanın gözəlliyini bizə bəxş edən insana ömür boyu borcluyuq. Mən həmişə fəxr etmişəm ki, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Ulu Öndərin bu ifadəsi həmişə Azərbaycan xalqının qəlbində yaşayacaq.